Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 3,7 sot torpaqda, yəni sənətdə mən bu cür gördüm 3,7 sot torpaq. Ona görə bu söz deyirəm. Bax, qarşıda gördüyünüz əla və keyfiyyətli təmir olunmuş, bundan başqa 2 qat kubiklə hörülmüş sənədi çıxarış, yəni asan xidmətdə alqı-satqıya gedən sənəd. Eyni zamanda mənə elə gəlir ki, ipotekada yararlıdır. Çünki 2005-ci ildə tikilib bu həyət evi. Yəni bax, sənəddə bu cür göstərilir. Kürsülü. Bax, qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən darvazadan giriş hissəsini göstərirəm. Eyni zamanda siz deməli navesin alt hissəsini görürsünüz. 12-nin deməli 6-yadır. İndi isə bağçasına keçirəm. Bağçasında gördüyünüz kimi ağac növü yoxdur. 2 ədəd deməli basenisi var, to есть 1 ədəd. Bax, qarşıda gördüyünüz basenin ölçüsü 8 tonluq. Yuxarıda gördüyünüz bakın ölçüsü 2 tonluqdur. Bax, 3 tərəfdən gördüyünüz kimi deməli kubiklə hörgüsü var. Deməli bu həyət evi asan xidmətinə yaxın bir ərazi, bu sözü deyirəm, ancaq arxasınca bu söz demək istəyirəm. Deməli asan xidmətin yanından gəldikdə ilk yolun solunda olan deməli Almarketin yanından gəlmək mümkündür. Həmin bax mərkəzi yoldan, yəni asfalt yoldan bu həyət evinə qədər 250-300 metrdir. İnsə badvalını görmək mümkündür. Eyni zamanda deməli polun alt hissəsini bax bu 4-dədir. Bax, belə bir həyət evinin qiyməti 1 zal 2 otaqdır, təmirlidir. Əşyaları ilə birlikdə satılır. Əşyalar dedikdə orada bir neçə əşyanın nəzərə alınmır. 1 zal 2 otaqdır, qiyməti 75.000 manatdır qiymətində. Mən bildiyimə görə razılaşma olmalıdır. Deməli əşyalar dedikdə evdə qalmayan, bunlar götürüləcək. Bax, bu qarşıda gördüyünüz deməli bax bu stol və stullar, bir də ki bax bu jurnal stolu götürülmək şərti ilə bütün əşyalar evdə qalır. Bax, mən sizə indi zalını göstərirəm. Zalın uzunluğu 8, eni isə 4 metrdir. Dediyim kimi deməli şəxsi əşyalardan başqa bütün əşyalar evdə qalır. Şəxsi əşyaları götürməkdən sonra bax evdə qalır. Mətbəx mebeli də evdə qalır. Yəni bu həm əşyalara aiddir. Pəncərələri Eurodur. Deməli bu mətbəxin ölçüsü 3-ün 4-dədir. Yenidən mən sizə zalını göstərim. Bax, evdə hansı əşyalar var? Bunlardır. Bax, sağda gördüyünüz əşyalar bunlar. Karobkada olan əşyalar, yəni bu ev əşyalarına aid deyil. Yenidən mən sizə, deməli bu otağın ölçüsü 6-nın 4-dədir. İkincisi isə 5-in 4-dədir. Dediyim kimi sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. İndi isə bax, yenidən mən sizə polun möhkəmdir, taxtadır. Təmirini görmək mümkündür. Bildiyiniz kimi hal-hazırda həmin yoldan deməli 11 nömrəli marşrut işləyir. Bura isə 5-in 4-də olan otaqdır. Bax, belə bir sənədi çıxarışdır. Əşyalar ilə birlikdə, yəni şəxsi əşyaları nəzərə almasaq, qiyməti 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə zalını göstərirəm. Küçəsi genişdir. Asan xidmətinin, yenə təkrar edirəm, aşağı tərəf dedikdə o demək deyil ki, promo ilə asan xidmətinin aşağısındadır, yəni aşağı tərəfindədir. Bax, yenidən təkrar edirəm. Deməli, asan xidmətin yanından gəldikdə birinci yolun solunda Almarket var. Qəsəbənin girəcəyində bax, həmin girəcəyi Almarketə çatmamış. Bax, bu həyət evinə gəlmək mümkündür. Bax, belə sizlərə uğurlar.